Bəli, bəzən uşaqlarla davranışda yol verdiyimiz səhvlər onların əmək hüquqlarında da özünü göstərir. Uşaqların erkən yaşdan iş həyatına atılması, onları ağır işlətmək kimi hallarla rastlaşırıq. Bəs nədir uşaq əməyi? Bundan bağlı hansı tədbirlər görülür? Bu barədə studiyamızda müzakirə açacağıq. Qonağımız var. Müsahibimiz Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Səlimə Quliyevadır. Xoş gəlmişsiniz Səlimə xanım studiyamıza. Elə ilk əvvəl onu sual verək ki, ümumiyyətlə uşaqların əmək hüquqları dedik nə nəzərdə tutulur? Azərbaycan Respublikasında işçilərin, nəinki uşaqların, ümumiyyətlə işçilərin əmək hüquqları əmək qanunvericiliyi ilə tənzimlənir və bu qanunvericiliyin əsasını Əmək Məcəlləsi, müvafiq normativ hüquqi aktlar və eyni zamanda Azərbaycan Respublikasının bağladığı və tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Bu müqavilələrdə, bu saydığımız bütün qanunvericiliyi aktlarında işçilərin əmək hüquqları təsbit olunur ki, burada 15-18 yaş arası işçilər üçün əlavə təminatların, güzəştlərin, imtiyazların verilməsi nəzərdə tutulmuşdur. Bu, qeyd etdiyimiz təminatlar, güzəştlər ayrı-seçkili hesab olunmadan tətbiq olunur. Bu, deməli, kateqoriya işçilərin əmək hüquqlarından danışsaq, ilkin olaraq başlamalıyıq iş saatlarından ki, 15-16 yaş arası işçilər üçün həftəlik iş saatı norması qısaldılmış olaraq 24 saat, 16-18 yaş arası işçilər üçün isə bu norma 36 saatdan artıq olmamaqla tətbiq edilir. Eyni zamanda onların məzuniyyət hüququnda da əlavə imtiyazları vardır. Bu zaman 16 yaşına dək olan işçi məzuniyyətə çıxarkən 42 təqvim günü əsas məzuniyyətdən, 16-18 yaş arası işçi əmək məzuniyyətinə çıxarkən isə 35 təqvim günü əsas məzuniyyətdən istifadə edir. Bu dediyimiz kimi minimum normalardır. İşə götürənin istəyi ilə daha yüksək normalar tətbiq oluna bilər. Səlimə xanım, siz qeyd ediniz 15 yaşdan artıq uşaq işləyə bilər. Bəs ümumiyyətlə uşaqlar üçün hansı işlər qadağandır? Yəni həmin o yaş kateqoriyasında işləmək imkanı olanlar, hansılar qadağan olmalı? 15 yaşından sonra işçi, belə deyək, fiziki şəxs, işçi olaraq əmək müqaviləsinin tərəfi ola bilər. Lakin orada məhdudiyyətlər mövcuddur, bəli. Onların həyatına, sağlamlığına təhlükə törədə bilən, yeraltı işlərdə, tunellərdə, şaxtalarda işləməsinə, bəli, ağır zərərli əmək şəraitində işləməsinə, eyni zamanda onların mənəviyyatına, əxlaqına pis təsir edə biləsi, belə deyə bilərik, gecə klublarıdır, barlardır, toksik maddələrin dövriyyəsi ilə məşğul olan sahələrdir. Bu sahələrdə işləməsi qəti formada Əmək Məcəlləsi ilə qadağan edilir. Həmçinin bu kateqoriya işçilərin gecə növbəsində işləməsidir, ezamiyyətə göndərilməsi, bayram, istirahət günləri, iş vaxtından artıq işlərə cəlb olunması, bunlar da məcəllə ilə qadağan olunur. Bəli, bəs deməli, Dövlət Əmək Müfəttişliyi əgər belə bir halla rastlaşarsa, o zaman hansı tədbirləri görür? Ümumiyyətlə, belə hüquqların qorunması üçün hansı tədbirlər görülür? Dövlət Əmək Müfəttişliyi xidməti bu hallar yaranmasın deyə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Mətbuat üzərindən və yaxud mütəmadi olaraq tədbirlər təşkil edirik, işə götürənlərlə görüşlər keçirilir. Eyni zamanda sosial şəbəkələr üzərindən maarifləndirmə aparılır. Və yeri gəlmişkən qeyd etmək istəyirəm ki, uşaqların əmək hüquqları ilə bağlı hər il bu günlərdə, bu ərəfələrdə məktəblərdə, təhsil müəssisələrində təlimlər keçirilir ki, nəinki yetkinlik yaşına çatmış şəxslər, uşaqlar da öz əmək hüquqlarından məlumatda olsunlar ki, gələcəkdə pozulmasın. Pozulduğu təqdirdə də Dövlət Əmək Müfəttişliyi xidməti araşdırma aparır və nöqsan aşkarlananda, fakt öz təsdiqini tapdıqda... Bu zaman məsuliyyət kimin üzərinə düşür? İşə götürən üzərinə düşür və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 192.8-ci maddə vardır ki, 15 yaşına çatmamış şəxsi işçi olaraq işlərin görülməsini cəlb etmək. Bəli, istismar olunması ilə bu zaman fiziki şəxslər, vəzifəli şəxslər, daha doğrusu 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə olunurlar. Ümumiyyətlə, valideynlər və biz ictimaiyyət olaraq uşaqların əmək hüquqları barədə nəyi bilməliyik və maarifləndirmə işi ümumiyyətlə necə aparılmalıdır? Az öncə qeyd etdiyim kimi maarifləndirmə işi mütəmadi aparılır. Mətbuatı izləməliyik,
daha diqqətli olmalıyıq. Qanunvericiliyimizin müəyyən bir hissəsi vardır ki, onlara mütləq hakim olmalıyıq. Belə deyək, onu hamımız bilirik ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Və uşaqlarımız söz mövzusudursa, burada daha məsuliyyətli yanaşmalıyıq. Və cəmiyyətlə dövlət əl-ələ bu məsələni həll etməlidir. Bəs ümumiyyətlə uşaqların elə həm təhlükəsiz, həm də elə sağlam əmək şəraitində çalışması üçün hansı tədbirlər, xüsusi tələblər var ki, onlar mütləq olmalıdır? Uşaqlarla əmək müqaviləsi bağlanarkən 18 yaşındakı şəxslərlə mütləq formada onlarda tibbi müayinədən keçirilirlər və 18 yaşı tamam olanadək işə götürən vəsait hesabına mütəmadi bunlar ildə bir dəfə müayinədən keçirilirlər. Burada, belə deyim, əmək münasibətləri tənzimlənən zaman əsas məsələ buradan başlayır ki, onlar sağlamlığının qeydinə qalırıq. Lakin məcəllədə belə bir hissə vardır ki, bu uşaq əməyini fərqləndirir. Onların ağırlıq qaldırmağı ilə bağlı məhdudiyyətlər var. 16-18 yaşlı şəxslər işə cəlb olunan zaman kişilər gündəlik başqa işlər görməklə bərabər 15 kiloqram yükü müəyyən məsafələrə daşıya bilərlər. Xanım işçilər 10 kiloqram. Bu hündürlüyə qaldırma ilə bağlı isə kişilər gün ərzində 10 kiloqramdan ağır olmayan yükü metr yarımadək hündürlüyə qaldıra bilərlər. Xanımlarda bu yenə 5 kiloqram enir. Sadalamaqla belə deyək, çoxdur əmək normativlər tətbiq olunur. Təbii ki, o hündürlük və digər çəki ilə bağlı və yaxud da şəraitlə bağlı, əmək şəraitlə bağlı kifayət qədər çoxdur bu qanunverici. Təbii ki, saysaq, efir vaxtımız buna yetməz. Məsələn, uşaq əməyinin qarşısının alınmasında işə götürənlərin daha çox rolundan danışasınız. Onların rolu nədir? Yəni, bu şeylərin qarşısını almaq üçün, uşaq əməyinin qarşısını almaq üçün. Burada əsas məsələ valideynlə işə götürən arasındadır. Yəni, onların özü bu işdə təşəbbüskar olur. Bəli. Bütün hallarda valideyn hansısa bir maddi sıxıntıdan övladını işləməsini istəyə bilər. Lakin işə götürən öz məsuliyyətini dərk etməlidir ki, sabah buna qarşı hansısa bir inzibati məsuliyyət halı yaranacaq və bu baxımdan qəti şəkildə imtina etməlidir. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək və məşğulluq alt sistemi də təkmilləşdirilib ki, 15 yaşından aşağı işçinin əmək müqaviləsini sistemə daxil etmək qeyri-mümkündür. Sistem qəbul etmir. Və 18 yaşındakı işçilər üçün isə burada mütləq şəkildə valideynin razılığı sənədi əlavə olunmalıdır. Bəli. Bu hallar riayət olunmalıdır. Təbii ki, müqavilə bağlamadan işlərin cəlb edilməsi isə heç bir halda yol verilməzdir. Bəs ümumiyyətlə, uşaqların əmək hüquqlarının pozulması faktları ilə rastlaşanlar, vətəndaşlar hansı vasitələrlə sizin müfəttişliklə əlaqə saxlaya bilərlər, şikayət edə bilərlər? Əgər belə halına rastlaşırlarsa, necə müraciət eləməlidirlər dövlət əmək müfəttişliyinə? Dövlət əmək müfəttişliyi xidməti çox əlçatan bir qurumdur və hal-hazırda ünvanına yaxınlaşaraq, məktubla müraciət edərək, sosial şəbəkələr, bütün sosial şəbəkələrdə dövlət əmək müfəttişliyi təmsil olunur. Sosial şəbəkələr üzərindən müraciət edərək, eyni zamanda 142 çağrı mərkəzi və dost mərkəzlərinə yaxınlaşaraq müraciət edib bu faktları sübut eləməlidir yoxsa? Bəli, təbii ki, təsdiq edici sənədlərlə ümumiyyətlə bütün hallarda müraciətlər araşdırılır. Təbii ki, hər hansı bir sübut və təsdiq edici sənəd təqdim olunduqda daha sürətli işin getməsinə təkan verir. Aydındır Səlimə xanım, çox təşəkkür edirik. Studiyamıza gəlib suallarımızı cavablandırdınız. Bəli,